Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size başka bir kariyer pultunun geniş izahatını vereceğim. Çünkü bizim pultlar elimizde olanda biz onu geniş şekilde çekebilirik ve studiya şeklinde çekebilirik. Deməli, her bir kondisionerde olduğu gibi burada da bir kırmızı renginde bir düğme var. Bu kondisionerin on-off düğmesidir ve biz bunu bastıkta burada bir işare gelir. Kondisionerin yanlı veya sönülü olduğunun göstericisidir. Her bir kondisionerde olduğu için burada da temperaturun yukarı kaldırılması için bu düğme var. Aşağı salınması içinse bu düğme mevcuttur. Bundan başka yine de burada insanların en çok istifade ettiği düğmeler var. Mod düğmesi yani rejimler düğmesi. Ve burada bu rejimler de özüne məxsus bir şekilde değiştirilir. Gördüğümüz gibi burada 5 rejim var. Auto, soyutma, dry qurutma, heat, isitme ve fan deməli ventilator rejimi. Ve biz bu düğmenin baxında gördüğünüz gibi auto sözünün qabağında auto sözü var. İndi Kul sözünün qabağına deməli buz işarəsi gəldi. Burada damla işarəsi, güneş işarəsi və ventilator işarəsi. İnsanların əksəriyyəti kondisionerdən soyutma məqsədləri üçün istifadə etdiklərinə görə biz soyutma rejimindən başlayırıq və 2 dəfə basırıq və buz işarəsi kul sözünün qabağında dayananda kondisionerimiz soyutma rejiminə keçmiş olur və bu rejimdə biz temperaturu başka videolarda dediğimiz gibi 22-24 derece arasında ayarlamağı size təklif edirik. Eğer elektrik enerjisinin qənaəti barəsində düşünürsünüzsə, o zaman temperaturu 24 dereceden yukarı ayarlayın. Yox, eğer istəyirsiniz ki, hem elektrik enerjisi kifayət qədər qənaətli olsun və eyni zamanda da siz için de çox şey olsun, rahat olsun, o zaman 20-24 derece daha uygun. Ama bu da insandan insana dəyişebilir. Ama mütəxəssislər 22 dereceden aşağı olan bir otaqda uzun müddət qalmaq və yaxud yatmaq kimi hadisələr baş verdikdə soyuq dəyməyə səbəb olmağı ilə əlaqədar bizi məlumatlandırırlar. Yine de əsas yani kondisionerin pultunun əsas yerində, yani qabağında burada bir fan speed deməli düyməsi var və bu hər bir düymə hər dəfə basıldıqda kondisionerin sürəti dəyişir. Hal-hazırda auto, yəni avtomatik sürətdədir. Biz bir daha basırıq. Burada demək aşağı sürət, orta sürət, yuxarı sürət və bir daha basıda yenidən avto sürətə qayıtmış oluruq. Hörmətli izləyicilərimiz, bu kondisionerin digər deməli düymələri, yəni köməkçi düymələri qapağın altında yerləşir. Və burada hansı düymələr var? İlk olaraq deməli burada swing düyməsi var. Bu swing düyməsi kondisionerin horizontal yani üfüqi olan jalüzlərini yuxarı aşağı hərəkət elətdirir. Bu əsasdır. Və bir də swingin ikinci swing düyməsi var. Bu swing düyməsində deməli vertikal yəni şaquli olan jalüzləri sağa sola hərəkət elətdirir. Bu isə havanın istiqamətini dəyişmək üçündür. Burada başka düğmeler de var. Mesela Eko düğmesi basıldıkta burada bir insan gülen bir insan sıfatı gelir. Bu da o deməkdir ki, kondisioner elektrik enerjisini az yiyəcək. Ama bunu bir araştırmaq lazımdır. Çünkü kondisioneri alanda əlbəttə ki, onun içərisində pasportu da olur. Onu da oxumaq lazımdır ki, sizin kondisionerdə həmən rejim varmı? Çünkü bəzi vaxt eyni müxtəlif kondisionerlər gedir, amma həmən deməli funksiya olmaya bilər. Həmin rejimdən çıxmaq üçün təzədən onu basırıq. Burada bir saat da görürük biz ekranda, clock. Saatı qurmaq üçün biz bu düyməni 5 saniyə ərzində basılı saxlayırıq və saatın yanıb söndüyünü görürük. Bundan sonra bu düymələrin köməyi ilə məsələn saatı 15:10-a ayarlayırıq. Bundan sonra yenidən deməli dəqiqəni ayarladıktan sonra bir qədər biz gecikdik. Dəqiqə ayarlanandan sonra deməli bir daha basırıq və demək 15-11 edirik və bundan sonra OK düyməsini basırıq və saatımız deməli ekranda yazılı qalır. Hər bir kondisioner pultunda olduğu kimi burada da iki düymə var. Timer on və timer off düymələri. Yəni zamanlayıcı
açıq, zamanlayıcı qapalı. Bəzi vaxt elə olur ki, biz məsələn yerimizə uzanırıq, istəyirik ki, kondisionerimiz müəyyən bir müddətdən sonra sönsün. Bu zaman biz timer off düyməsini basırıq. Deyək ki, 5 saatdan sonra sönməsini istəyiriksə, burada 5-i yığırıq və bundan sonra OK düyməsini basırıq və artıq timer off rejimi işə düşmüşdür. Bu rejimdən çıxması yenidən bu düyməni basırıq və buranı sıfırlayırıq. Burada 24 saat gəldikdən sonra sıfırlanacaqdır. Əlimizi uzaqlaşdırırıq və gördüyünüz kimi yox oldu. Və yaxud biz deməli evdən işə gedirik. İşə gedərkən istəyirik ki, axşam saat məsələn 7-də evə qayıdacaq. İstəyirik ki, 6 tamamda kondisionerimiz işə düşsün və biz gələnə qədər evimizi soyutsun. Deyək ki, səhər saat 7-də gediriksə, axşam saat 6-ya qədər 11 saat vaxt keçəcək. Bu zaman timer 10 düyməsini basırıq və burada 11 saata ayarlayırıq. 11 saata ayarladıqdan sonra yenidən OK düyməsini basırıq və bizim kondisionerimiz deməli 11 saatdan sonra, yəni axşam saat 6-da işə düşəcək və biz evə gələnə qədər kondisioner evimizi soyudacaqdır. Hörmətli izləyicilərimiz, burada başqa düymələr də var, maraqlı düymələr var. Məsələn, nə düymə var burada? Burada iğne ilə basılan 3 düymə var. Reset düyməsi var. Reset düyməsi basılanda deməli kondisionerin pultunun yaddaşı təzələnir. Yəni fabrika ayarlarına qayıdır. Burada başqa bir düymə də var, lock düyməsi. Bu basıldıqda göründüyü kimi heç bir düymə işləmir. Bu nə vaxt lazım ola bilər? Deyək ki, sizin bir kompüter otağınız var və temperaturu deyək ki 22 dərəcəyə qoymusunuz və istəyirsiniz ki, heç kim sizin pultdan istifadə eləməsin. Lock düyməsini basdıqdan sonra gördüyünüz kimi lock düyməsindən başqa heç bir düymə işləmir. Amma yenidən bu düymeye basaraq onları deməli işlək vəziyyətə gətirir. Və ən nəhayət, ən maraqlısı, bax indi baxırsınız, mən deməli burada deməli hal-hazırda siz görürsünüz ki, burada bir isti rejimi var. İndi burada daha bir düymə var. Cool heat, yəni isitmə və soyutma. Biz elə edə bilərik ki, bu kondisioner yalnız soyuğa işləsin. Bu zaman iğnənin ucu ilə bura basırıq və görəcəyimiz kimi isitmə rejimi yox. İsitmə rejimi adlayıb keçir. Yəni bu onun üçün edilir ki, kondisioner ola bilər ki, elə bir otaqdır ki, orada kəsinliklə yəni isitmə rejimindən istifadə olunması arzulanmır. Belə olduqda biz elə edirik ki, kondisioner sadəcə soyuğa işləyir. Təzədən qayıtmaq üçün biz yenidən bu düyməni basırıq və indi görəcəksiniz ki, yenə də isitmə rejimi qayıtdı. Hörmətli tamaşaçılar, bu pult videoları hazırlanarkən biz əlbəttə ki, çox vaxt pultun adını internetdən tapırıq. Məsələn, R05 BJE və ondan sonra onun İngiliscə olan instruksiyasını oxuyuruq ki, sizlərə verdiyimiz məlumatlar düzgün olsun. Yəni biz burada həqiqətən də bir əmək sərf edirik və inşallah siz də bu əməyimizdən istifadə edib öz kondisionerlərinizi düzgün nizamlayırsınız və biz də bundan şadıq. Sizin bizə dua eləməyiniz yetərlidir. Əssalamu aleykum və rəhmətullah.